Salam əziz şagirdlər, uzun bir zamandır ki, sizlərlə sualların izahları ilə bağlı video paylaşmırdım. Bugün say sistemləri ilə bağlı 3 müxtəlif sualın izahına baxacağıq sizlərlə bərabər. İlk sualımız belədir. 8-lik say sistemində verilmiş 234 və 765 ədədlərinin cəmini tapmalıyıq. Mən başqa örnək misal verim sizə. Məsəl üçün, onluq say sistemində sadəcə normal olaraq 2 ədədin toplanması. 397 və 298. Say sistemimiz onluq olduğu üçün biz bütün ədədləri tam olaraq bir dövr olaraq 10 götürürük. Necə? 7 və 8 toplayırıq 15. Onu oradan çıxırıq, yəni 5-i, 15-i 10-a bölükdə axı qalığımız 5 qalır. 5-i götürürük 11 olduğuna görə, bir tam dövr olduğuna görə 1 yadda saxlayırıq. Və 9 və 9, 18, yadımızda 1 vardı 19, ona bölürük 9 qalır və 1 yadda saxlayırıq. O formada, eyni formada bunu biz 8-lik say sistemində gəl tətbiq edək. 234 və 765. Hər dəfəsində 8-ə bölüb qalığı yazacağıq və tamı yadda saxlayacağıq. 4 və 5 cəmi 9, 8-ə bölürük qalığımız qalır 1 və 1-i yadda saxlayırıq. 6 və 3 cəmi yenə 9, 1 yadımızdaydı 10, onu 8-ə böldükdə qalığımız 2 qalır və 1 tam bir dəfə düşdüyünə görə 1 yadda saxlayırıq. 7 və 2 təsadüfdən yenə cavabımız 9 və 1 yaddaydı, qaldı 10. Bu dəfə onu yenidən 8-ə bölürük, qalığımız qalır 2 və 1 dəfə düşür və artıq rəqəm qalmadığına görə 1-i yazırıq. Cavabımız olacaq A variantı. Növbəti sual. 2 üstü 43 ədədini, təbii ki, onluq say sistemində 16-lıq say sisteminə çevirdikdə alınan ədəd hansı rəqəmlə başlayır? Uşaqlar, bu tip suallar qarşımıza çox çıxır. 2-lik say sisteminə çevirdikdə, 8-lik say sisteminə çevirdikdə, 16-lıq say sisteminə çevirdikdə hansı rəqəmlə başlayır və yaxud neçə sıfır var? Gəlin baxaq. 16-lıq say sistemi dediyinə görə 16 bizdə 2 üstü 4-ə bərabər olduğundan aşağıya fikirməyə 43-ü böləcəyik 4-ə. 10 dəfə düşür və qalığımız 3 qalır. Bu iki ədəd bizə nəyi ifadə edir? 10 düşdüyü ədəd həmin bu 10, ədəddəki sıfırların sayıdır. Məsəl üçün 10 dəfə düşdüsə 10 sıfırımız var, 20 dəfə düşsə 20 sıfırımız var. Sıfırların sayını bəlirləyir. Sadəcə olaraq bu qalığımız isə 2-nin qüvvətində yazırıq, yəni 2-nin qüvvətində qalığımız yazırıq, yəni 2 üzəri 3. Bu isə ədədin başladığı rəqəmi göstərir. Məsələn, hansı rəqəmlə başlayır? 2 üstü 3, 8 ilə. Neçə sıfır var? 10 dəfə düşüb 10-la. Bizin 8-lik say sistemi istəsəydi 2 üstü 3, yəni qüvvətimizi 3-ə bölərdik. 2-lik say sistemi daha rahatdır. Məsəl üçün 2 üstü 39 ədədi. Hansı rəqəmlə başlayır? 1-lə. Çünki 2-lik say sistemində bizim yeganə ən böyük rəqəmimiz 1-dir. Bəs yaxşı sonda neçə dənə sıfır var? 39-da. Yəni heç nə bölməmizə ehtiyac yoxdur. Bu da belə. Cavabımız olacaq D variantı. Və son olaraq 3-cü sualımız. Bilmirik hansı say sistemidir və 19 və 38 ədədlərini topladıqda bizə 51 ədədini verir. Məsələn, biz 19 ədədini 5-lik say sistemində hesabladıqda 1 2 qüvvətin üzərində yazırıq 0 və 1. Necə olacaq? 1 vurulsun, 5 üstü 1, üzərinə 5 üstü 1, üzərinə gəlsin. 9 vurulsun, 5 üstü 0 və s. Yəni bu formada həll edirik. Eyni formada bunları gəlin biz x say sistemində hesablayaq. 0, 1, 0, 1 və 0, 1. Gəlin tənlik formasına gətirəcəyik, hesablayaq. 1 vurulsun x üstü 1, yəni 1 vurulsun x, üzərinə gəlsin. 9 vurulsun x üstü 0. Biz bilirik ki, istənilən ədədin və yaxud dəyişənin qüvvəti 0 olduqda 1-ə bərabərdir. Yəni 9-un özünə. Üstə gəlsin 9. Üstə gəlsin 3 vurulsun x, eyni say sistemidir. Üzərinə gəlsin 8. Bərabərdir. Eyni formada 5 vurulsun x, üzərinə gəlsin 1. Əgər burada 3 rəqəm verirsə, məsəl üçün 3, 2, 1 x say sistemində olacaqdı 3 vurulsun x-in kvadratı. Axı bu formada yazılır. Üzərinə gəlsin 2 vurulsun x-ə gəlsin 1 formasında. Həll edək. 4x üzərinə gəlsin 17 bərabərdir 5x üzərinə gəlsin 1. Buradan x-i tapsaq bərabər olacaq 16-ya. Hansı